Salam əziz müəllimlər, axşamınız xeyir. Bu səs yoxdur, yoxsa danışan yoxdur, yoxsa məndə səs eşidilmir. Salam Zəhmət müəllimə, olmasa hər deyin. vaxtınız xeyir olsun. Səs yox. Narahat olmayın, bir neçə dəqiqə səbirli olmağınızı istəyəcəm ki, müəllimlərimiz qoşulsun, ondan sonra dərsimizə başlayaq. Hər zaman 10 dəqiqə, belə deyək, fasilə veririk ki, müəllimlər gəlsin, ondan sonra dərsə başlayaq. Artıq məncə kifayətdir. 8 dəqiqədir ki, belə deyək də, fasilə verdik dərs üçün, gözləmə vaxtı verdik. Müəllimlərimiz dərsə qoşuldular. Təəssüf ki, qoşula bilməyənlər bir müddətdən sonra dərsin ortasında qoşulmalı olurlar. Bu da heç istədiyimiz bir hal deyil. Deməli müəllimlər, əvvəla özümü təqdim edim. Mən Fidan Dünyamazadə Əzəm Akademiya tərtibində məktəbəqədər müəllimlərə həm sertifikasiya imtahanı olsun, həm MİQ imtahanı olsun, ödənişsiz təlimlər keçirəm. Bu həftəki mövzumuzun adı məşğələnin idarə edilməsi mexanizmləri olacaq. Yəqin ki, bilirsiniz, qrupda paylaşmışdım. Səs çoxluğu ilə bu mövzu seçilmişdi. Bildiyiniz kimi müəllimlər, ilk növbədə imtahanlar barəsində də biraz məlumat vermək istəyirəm ki, hal-hazırda bildiyim qədərilə. MİQ imtahanı heç, MİQ imtahanı bildiyiniz kimi hər il olur. Amma sertifikasiya imtahanı 2026-cı ilin ilk 6 ayı ərzində deyilənə görə baş tutacaq. Yəni belə deyirlər. Hələ ki yeni bir məlumat yoxdur. Yeni bir məlumat olanda öz statusumda paylaşacağam. Həm statusumda, həm qruplarda paylaşacağam. Bundan yəni arxayın ola bilərsiniz. Əlavətən kiminsə nəsə sualı varsa, buyursun, ünvanlasın dərsə başlamamışdan əvvəl. Mən sevə-sevə cavablandırım. Yəqin ki, keçən həftəki dərslərdən tanıyırsınız məni. Mən hər həftə ödənişsiz təlimlər keçirəm, çalışıram həftə Salam sonu Fidan dolu. müəllimə, necəsiz? Axşamınız xeyir olsun əzizim. Çox sağ olun. Siz Axşam yaxşı olasınız. üzrlü sayın, narahat edirəm. Çox sağ olun. Allah razı olsun sizdən. Test paylaşmayacaqsınız, test. Mən indi qoşuldum. Bəli, sonda test paylaşacağam. Çox gözəl yerə Aha, Sonda mövzumuzla bağlı quizimiz olacaq. Keçən dərs aha. quizi təəssüf ki, tapa bilmədim. Sonradan da atmağa, belə deyək, vaxtım olmadı. Amma bu gün quiz hazırdır. 10 dənə testimizi işləyəcəyik. Hı -hı. WhatsApp İnşallah. nömrəmi bir saniyə bura qeyd edim. Kim istəyirsə götürə bilər. Hı -hı, edərsiz. Bir də Fidan müəllimə, mən nə soruşacaqdım sizdən? Mən özüm tərbiyəçi işləyirəm hal-hazırda. Mən sertifikasiyaya hazırlaşmaq istəyirəm. Amma ki, mən bu deyirlər seminar yox, gedirlər, nə deyirlər ona? Təlimlərə. Təlimlərə gedir, sertifikat alırlar, onu necə əldə etmək olar? Belə deyək, siz, belə deyim, ümumi olaraq kursa qoşularaq təlimlərdə keçib sertifikat almaq istəyirsiniz, öz ixtisasınıza bağlı, yoxsa Yox, hansısa bir webinara gedim orada hər mənə hansı yox. kurs versinlər. Bilmirəm, müəllimələrdən gedən olub, sertifikat alıb da, yəni bir dəfə, bir dəfə gedirlər bazar Bilmirəm. günləri. O webinarlardır. Ola A, bilir ki, var. Məsəl üçün rayonun özünün tərtib etdiyi, hansı rayondasınızsa, hansı təhsil şöbəsinə bağlısınızsa, Bakıda. onu getdiyiniz təhsil şöbəsi, onun daha doğrusu yönləndirməsi ilə getdiyiniz təhsil şöbəsinin webinarı ola bilər, seminarı ola bilər, fərqi yoxdur. O verə Onun bilir. Bir kimə də var ki, müraciət eləməliyəm mən? sizi xəbərdarlıq edirlər və yaxud özünüz istəsəniz yaxınlaşırsınız ki, bəs hər hansısa bir kurs varsa və yaxud seminar varsa mən iştirak etmək istəyirəm. Təhsil regionunun özü ilə də danışa bilərsiniz, əlaqə saxlaya bilərsiniz. Sizi yönləndirə bilərlər. Bir də var ki, ümumi olaraq xəbərdarlıq edirlər, qrupları izləyə bilərsiniz. Çox vaxt təlimçilər paylaşırlar ki, filan yerdə sertifikatlı seminar olacaq. 8 martla əlaqədar önümüzə gələn ərəfələrdə olacaq seminarlar. Mən WhatsApp-da olsa bu statusumda paylaşaram. İzləmədə qalın. Aha, Siz üçün də paylaşım edərik. zəhmət olmasa, mən Bakıda qalıram. Təhsil Bakı Təhsil İdarəsinə baxırıq da, yəni. Hə, belə. Çox istəyərdim ki, mən bir dəfə gedim, görüm müəllimələrdən gedən olub da soruşmuram da özüm. Çoxdan gediblər.
Belə, ona görə sizi narahat elədim, soruşdum. Çox sağ olun. Nə deməkdir? Xoş gəldin. Müəllimə, o sertifikatın nə önəmi var ki? Mənə də veriblər, mən də almışam. Elə bir ki, bu təlimçilər onu paylaşdı, mən orada iştirak elədim, verim. Amma nə önəmi var, o mənə heç çatmır, o da məndə qalıb. O Mənim üçün nə, elə bir əhəmiyyəti bax, yoxdur müəllimlər. Yəni yalandan danışmaq, bəli. yalan danışmağa ehtiyac yoxdur. Heç Hə, belə bir mən önəmi çünki yoxdur. keçmişəm müəllimə. Mən Çox gözəl. keçmişəm, orada ödəniş də eləmişəm, orada iştirak da eləmişəm, verib də. Amma nə önəmi var bilmirəm. Elə kağız Yaxşı, qalıb evdə. sadəcə belə Yəni o deyək heç o də. mənim, bəli. Üzr istəyirəm, sözünüzü kəsirəm müəllimə. Sadəcə belə deyək, bu seminarların, vebinarların şəxsi öz belə deyək də psixologiyamızı olsun. Var, seminar var, insanın psixologiyasına müsbət təsir göstərir. Var, onun ixtisası ilə əlaqədar olur, ixtisasına nə isə bir qatqı sağlayır ki, irəliyə doğru addımladır da onu, yəni saxlamır yerində. Nə isə qatır ona, bir sözlə belə desək. Müəllimə, onu Buyurun. öyrənirik. Öyrənmək həmişə biz email sertifikatı almaq üçün öyrənmirik ki, biz öyrənirik onu. Amma mən deyirəm ki, mən bilmək istəyirəm ki, məsələn şəxsən o məndə var. Heç bir önəm daşımır. Yəni deyirəm o nədən ötürü Bəli, heç bir soruşuram, önəm daşımır. maraqlanıram. Heç bir önəm daşımır. Yəni sizin işiniz üçün belə də deyim, heç bir önəm daşımır. Sadəcə şəxsi olaraq, şəxsi keyfiyyətiniz üçün önəm daşır ki, bəli, belə bir sertifikatım var, burdan bir sertifikat əldə etmişəm, bu təlimdə iştirak etmişəm, belə-belə. Aydındır. İndi dərsimizə başlayaq. Yenə də deyirəm müəllimlər, sertifikasiya imtahanı özü çətin bir prosesdir, çətin də olacaq, yəni əmin ola bilərsiniz. Keçən dərs demişdim ki, birinci imtahandır deyə bəlkə də rahat formada keçə bilərlər. Yəni sizə güzəştə gedə bilərlər ki, və yəni bu müəllimlər yaşı ilə əlaqədar olsun, plus çoxu qeyri-ixtisasdır, bu sayədə. Amma bu dəqiq olan bir məlumat da deyil. Təkrar olaraq demək istəyirəm, keçən səfər çox yazan olmuşdu ki, müəllimə dəqiqdir, rahat olacaq. Qoy onu deyim ki, müəllimlər, dəqiq olduğu düzgün deyil. Yəni dəqiqliklə heç kim sizə deyə bilməz. Heç bir təlimçi deyə bilməz ki, hə mən dəqiqliklə deyirəm ki, bu belə də olacaq. Xeyr, biz təhsil şöbəsində işləmirik. Təhsil şöbəsi hal-hazırda qərarlaşdırırlar ki, hansı sualları verək, hansı minvalda suallar düşsün. Yəni bu yaxınlarda olacaq imtahan. Elə bilməyin ki, olmayacaq. İmtahan olacaq. Bəli, bircə saniyə slaydımız var. Slaydımızla dərsimizə keçəcəyik. Dediyim kimi, bugünkü mövzumuzun adı məşğələnin idarə edilməsi mexanizmləridir və bunların adları var. Gözlənti, prosedur və qayda olmaqla sıralı olaraq hamısından bəhs edəcəyik. Bircə saniyə ekranımızı da paylaşaq sizinlə. Ekranımızı görürsünüz müəllimlər? Səsim də yaxşı gəlir yəqin ki. Bəli, 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 bəli. bəli. Burada niyə olduğunu bilmirəm. Aha, burada da olmalıyıq. Deməli belə müəllimlər, məşğələnin idarə edilməsi mexanizmləri deyəndə nəyi nəzərdə tutuluruq? Məşğələ və qrup fəaliyyətinin düzgün təşkil olunması üçün hər bir uşağın ondan nə tələb olunduğunu və onun necə davranmalı olduğunu, konkret bir situasiyada necə davranmalı olduğunu onlar bunu bilməlidir. Bunun üçün tərbiyəçi müəllim onlara düzgün qaydanı, proseduru və gözləntini tətbiq etməlidir. Yəni uşaqlar düzgün qaydanı, proseduru və gözləntini üzərində tətbiq olunmalıdır. Mexanizmlərimiz 3 yerə bölünür. Bayaq da dediyim kimi, məşğələ və qrup fəaliyyətinin düzgün təşkil olunması üçün hər bir uşağın ondan nə tələb olunduğunu və necə davranılmalı olduğunu, konkret situasiyada necə davranmalı olduğunu bilməlidir. Bunun üçün tərbiyəçi müəllim onlara düzgün qayda, prosedur və gözlənti qurmalıdır. Gözlənti, prosedur, qayda üçü də ayrı-ayrılıqda mexanizm hesab olunur. Birinci gözləntidən başlayacağıq. Gözlənti nəyə deyilir? Adından da bəlli olduğu kimi, normal tədris mühitinin saxlanılması üçün müəyyən edilmiş təlimatlar sisteminə deyilir gözlənti. Bu təlimatlar uşaqlardan gün ərzində hansı davranış gözləndiyini göstərir. Gözlənti geniş, yadınızda saxlayın, bu açar sözüdür. Gözlənti geniş, bütün insanlara aid formada, sadə, anlaşıqlı tərzdə, sayca məhdud, müsbət yazılmalıdır. Ekranda da görürsünüz, tərbiyəçi uşağın davranış fəaliyyəti ilə bağlı necə olması barədə ötürdüyü bir mesajdır gözlənti. Uşağa ötürdüyü səndən hansı gözləntiləri gözləyirəm kimi bu ifadə ilə işlədə bilərik gözləntini. Təkrar edirəm, uşağa ondan necə formada belə deyək, hərəkət etməyini gözlədiyimizə aid olan forması gözlənti adlanır. Gözləntilər iki cür olur. Müsbət gözləntilər və mənfi gözləntilər. Müsbət gözləntilər hansıdır? Uşağa stimul verir, adından da bəlli olduğu kimi müsbət formada. Həvəs verir, təkan verir müsbət gözləntilər. Onları həvəsləndirmək üçün çox vaxt istifadə oluna bilər.
Məsəl üçün, belə deyə bilərik ki, sən çox gözəl yazı yaza bilirsən, sənin çəkdiyin rəsmlər çox gözəldir. Ümid edirəm gələn dərsə də, gözəl, formada rəsm çəkəcəksən. Bu müsbət gözləntidir. Bir də var mənfi gözlənti. Bu da müsbət gözləntinin adından da bəlli olduğu kimi tam tərsidir. Uşağın marağına, həvəsinə bir növ göz ardı edən gözləntilərdir. Məsəl üçün, orada da bir məsəl çəkmişəm. Mən inanıram ki, sən ali məktəbə qəbul olacaqsan. Bu müsbət gözləntidir. Bu uşaqdan gözlədiyimiz müsbət bir gözləntidir. Biri də var ki, deyilir, sən oxuyanda səndən heç nə olan deyil. Bu isə uşağa duyduğumuz mənfi gözlənti adlanır. Sonra gəlir əsas olan gözləntilər. Əsas olan gözləntilər deyəndə müəllimlər, gördüyünüz kimi gözlənti anlayışı 3 hissəyə bölündü. Hamıya hörmətlə yanaşın gözləntisi, məsuliyyətli olun gözləntisi, bir də var təhlükəsizliyə riayət edin gözləntisi. Bir də gözləntilərin xırdalıqları var. Bölünürsə, indi birazdan danışacağam mən onda. Bölünürsə, parçalara ayrılırsa, bu açar sözdür. Gözlənti adlanır. Və gözləntilər açar söz mahiyyətindədir ki, əmr formasında olur. Hamıya hörmətlə yanaşın gözləntisinin içərisində nə var məsəl üçün? Sakit işləyin, başqalarına mane olmayın, başqaları danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin, nəzakətli sözlərdən istifadə edin. Təhlükəsizliyə riayət edən gözləntisinin içərisində nə var bəs? Yoldaşlarınızla mübahisə etməyin, dalaşmayın, asta yeriyin, hansısa hadisə baş verən zaman müəlliminizə xəbər verin. Sonra məsuliyyətli olun gözləntisinin də içərisində dedik ki, üzr istəyirəm. Bunlar hamısı ümumi olaraq gün ərzi gözləntilər olur da, hesab olunur. Və fikir verdinizsə, danışdıqlarımın hər biri əmr formasında işlənir. Sakit işləyin. Nida işarəsi sonuna qoya bilərik. Yəni əmr formasında işlənir. Başqalarına mane olmayın. Başqaları danışanda diqqətlə dinləyin. Hamısı, bütün gözləntilər əmr formasında olur. Yadınızda saxlayın. Və bir də onu demək istəyirəm ki, müəllimlər, təkrar olaraq demək lazım gələrsə, gözləntilər parçalara bölünür. Nə deməkdir bəs parçalara bölünən zaman? Yəni ki, baxın, hamıya hörmətlə yanaşın gözləntisindən mən bəhs etdim də elədir. Onu parçalara bölün. Sakit işləyin dedim, hamıya hörmətlə yanaşın, asta yeriyin, danışan zaman etik çərçivə içərisində danışın. Yəni gözləntiləri özünüz qura bilərsiniz. Yəni bu sizin istəyinizə baxır. Bir də dedik ki, gözləntiləri fərqləndirmək üçün onu aydınlaşdırmaq lazımdır ki, gözləntilər əmr formasında olur. Bu formada onu digər məşğələlərinin idarə edilməsi mexanizmlərindən ayırd etmək olur. Göründüyü kimi hamıya hörmətlə yanaşın, məsuliyyətli olun. Burada qeyd olunduğu kimi əmr formasında işləndiyinə görə gözlənti hesab olunur. Gözləntilərə əgər, baxın, təkrar edirəm, parçalanma olursa, cümlə hissələrə ayrılırsa, deməli, burada bir gözlənti əlamətidir. Məsələn, hamıya hörmətlə yanaşın gözləntisi bu ümumi bir cümlədir. Biz onlara bunu desək, uşaq bilməyəcək. Bunun mənasını ki, burada nə deyir? Amma cümləni parçalara ayırıb onlara öyrədə biliriksə, deməli, bu gözləntidir. Bayaq da dediyim kimi, hamıya hörmətlə yanaşın gözləntisini deyirik ki, sakit işləyin, başqalarının rahat işləməsinə şərait yaradın. Başqaları danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın. Nə etdim? Yəni parçalara böldüm də. Eyni qaydada məsuliyyətli olunu da bölə bilərik. Vaxtında gəlin, tapşırıqları vaxtında yerinə yetirin. Burada görüntü kimi uşaqların vəzifəsinə oxşuyur. Elə deyil. Buna görə əmr formasında işlənir və gözlənti hesab olunur. Çox vaxt gözləntilərlə prosedurları qarışdırdıqlarına görə bunları ayırd etməniz üçün sizə açar sözlər təşkil edirəm də, təklif edirəm. Deyirəm ki, gözləntilər əmr formasında işlənir. Gözləntilər sadə dildə olmalıdır, anlaşıqlı tərzdə olmalıdır. Plus, gözləntilər parçalarına bölünür. Yəni bir cümləni xırdalıqlara bölürəmsə, detallara ayırıramsa, deməli bu gözləntidir. Bu bunun açar sözüdür. Sonra gəlir prosedur. Proseduru keçid edək. Prosedur gözləntinin içərisində olan bir şeydir. Yadınızda saxlayın. Və prosedur zamanı ardıcıllıqlar olur, addımlar sistemi olur, addımlar silsiləsi olur. Belə də demək olur prosedura. Yəqin ki, başa düşdünüz gözlənti nəyə deyilir. İndi prosedurun xırdalıqlarına keçid edəcəyik biz. Bircə saniyə.
Dedik ki prosedur gözləntinin içərisində olan bir şeydir və ümumiyyətlə prosedur bir prosesdir, icra mexanizmidir, yəni istiqamətdir. Biz bura deyə bilərik, ardıcıl da deyə bilərik, ardıcıllıqlar silsiləsi də deyə bilərik, spesifik bir xüsusiyyət də deyə bilərik. Yəni prosedur üçün bir sıra məqamlar var. Prosedurda bu tapşırığın yerinə yetirilməsində bir ardıcıllıqlar özünü göstərir. Addımlar silsiləsi olaraq biz bunu görə bilərik. İndi mən başa salacağam ki, proseduru necə işləmək lazımdır. Çox yaxşı başa düşəcəksiniz. Nəyə görə addımlar silsiləsi deyirik? İndi izahım verəcəm. Müəllim öncədən uşaqlara öyrətməlidir ki, hansı bir proseslərdən qarşılaşan zaman o uşağa qaranlıq qalmasın. Məsəl üçün, bir dənə prosedur götürürük. Hansı proseduru götürək? Məsələn, qrupa gec gələn uşağa aid bir prosedur olmalıdır. Bu zaman qrup müzakirələrində iştirak edən bir prosedur olmalıdır. Bununla bağlı hər hansısa bir prosedur yoxdursa, uşaq otağa daxil olarkən çox səs-küy sala bilir. Bu zaman tərbiyəçinin keçdiyi məşğələ pozula bilər. Amma bir proseslər zinciri proseduru yaradılırsa, uşaq artıq otağa daxil olarkən sakitcə yerinə əyləşməsi lazım gəldiyini biləcək. Müəllim məsuliyyətli olmalı, öz boynuna düşən öhdəliklərini uşaqlara düzgün çatdırmalıdır. Bir də deyək ki, o qeyd etməlidir ki, müəllimlər bağçaya vaxtında gəlmək lazımdır. Yəni bağça istədiyimiz an gedib gələ biləcəyimiz bir yer deyil, vaxtı var. Vaxtında daxil olmaq lazımdır. Prosedurlarda hansısa bir ardıcıllıq 100% özünü göstərməlidir. Müəllim uşaqda hansısa bir proseduru təyin edibsə, prosedura riayət etməməyin nəyə səbəb ola biləcəyini də təyin etməlidir. Hər hansısa işi yerinə yetirmək üçün bir qrup spesifik addımlar, ardıcıllıqdır, alqoritmdir, prosedur. Uzun-uzadı mürəkkəb sözlərdən ibarət olan, yerinə yetirilməsi çətin olan prosedurlardan istifadə etmək olmaz, yadınızda saxlayın. Qısa, sadə, yerinə yetirilə bilən, anlaşıqlı tərzdə olmalıdır prosedur. Yəni, nə demək istəyir? Anlaşıqlı tərzdə deyəndə anlaşıqlı sözlərdən istifadə etmək lazımdır. Çünki biz bağça mühitində olan uşaqlara məşğələ keçdiyimizə görə, onlarla əlaqədə olduğumuza görə onların başa düşə bilməyəcəyi heç bir xırdalıqlar olsun, sözlər olsun demək olmaz. Yadınızda saxlayın. Biz ardıcıllıq deyəndə, alqoritm deyəndə nəyi nəzərdə tuturuq? Müəllimlər, ardıcıllıq deyəndə prosedur bir ardıcıllıqla getməlidir. Məsəl üçün, bayaq dedim ki, qrupa daxil olarkən bir gözlənti, üzr istəyirəm, prosedur tətbiq etmək lazımdır. Elədir, necə edə bilər? Uşaq qapını döyür. Bu prosedurun birinci addımıdır. Tərbiyəçi müəllim uşağı görür. Bu ikinci addımıdır. Uşaq sakitcə öz yerinə gedir. Bu üçüncü addımdır. Öz yerinə əyləşir, bu da məsəl üçün dördüncü addım ola bilər. Gördüyünüz kimi ardıcıllıq formasında gedir və yaxud da başqa bir prosedur görək. Dərsi danışan zaman əl qaldırır da uşaqlar, elədir, müəllimə mən deyir, müəllimə mən. Yəqin ki, bilirsiniz, yəqin ki, bu barədə məlumatınız var. Bunun üçün də bir prosedur edə bilərik. Bir saniyə. Ekranın ikincisini çevirmək istəyirəm. Aha. Prosedurlar deyəndə də müəllimlər, bir onu da deyim ki, hər hansısa dedik ki, işi yerinə yetirmək üçün bir qrup spesifik addımlar, ardıcıllıqlar, alqoritmlər deyilir. Bir də burada qeyd etmişəm. Aha. Prosedurun öyrədilməsi zamanı diqqətli olan 3 dənə məqam var ki, prosedur indiki zamanda olmalıdır. Baxın, açar sözü odur ki, prosedur indiki zamanda olmalıdır. Prosedurun öyrədilməsi zamanı 3 dənə addıma diqqət yetirmək lazımdır. Birinci öyrədirik, ikinci məşq edirik və üçüncü möhkəmləndiririk. Yəni, mən uşağa proseduru öyrətdim, prosedur bitdi, getdi, belə söhbət olmamalıdır. Davamlı olaraq məşq olunmalıdır, davamlı olaraq möhkəmləndirilməlidir. Uşaqlar əgər proseduru pozursa, bunun 3 əsas səbəbi var. Birinci, uşaqlar prosedurun nədən ibarət olduğunu bilmir. İkinci, uşaqlar prosedurun necə tətbiq olunacağını bilmir. Üçüncü isə prosedura tərbiyəçi vaxt sərf etmir. Yəni, proseduru uşaqlara öyrətmək üçün tərbiyəçi müəllim bir vaxt ayırmayıb, üstünə düşməyib. Bunu nəzərdə tutur. Məsələn, məşğələnin başlanılması prosedurunu belə ifadə edə bilərik, misal olaraq. Bu da bir prosedurdur. Müəllimdən kömək istəyərkən şəhadət barmağımızı qaldırırıq. Uşağı öyrədirik də bu formada. İkinci, səbirlə müəllimin bizi görməsini gözləyirik. Üçüncü, səbirlə müəllimin bizə yaxınlaşmasını gözləyirik. Dördüncü, var ki, məsəl üçün, müzakirə proseduru.
Müzakirə proseduru deyəndə müəllimin işarəsi ilə danışırıq, danışanı diqqətlə dinləyirik, baxışları ona yönəldirik, qarşılıqlı hörmət prinsipinə riayət edirik, danışmaq üçün əlimizi qaldırırıq. Bunlar hər biri gördüyünüz kimi prosedurdur, ardıcıllıq var. Harda ardıcıllıq varsa, harda alqoritm varsa, deməli söhbət prosedurdan gedir. Prosedur indiki zamanda olmalıdır. Ir şəkilçisindən istifadə olunmalıdır. Yadınızda saxlayın. Uşaqlar hələ də işinə davam edən yoldaşlarını sakitcə dinləməyə dəvət edir. Sual vermək istədikdə əlini qaldırıb səbirli olur. Müəllimənin icazəsi olmadan suallar soruşmurlar, belə deyək. Sonra gəlir qayda. Birinci bunu götürək. Qayda anlayışı. Sonra o biri slayda keçid edəcəyik. Qayda deyəndə nəyi nəzərdə tuturuq? Adından da bəlli olduğu kimi qaydalar ümumiyyətlə uşaqların hər hansısa etdikləri ümumi qaydada belə deyək də, adətən davranışla bağlı olub, daha çox mənfi davranışa məhdudiyyət qoymaq üçün verilir qaydalar. Və müəyyən işlərin məcburi şəkildə yerinə yetirilməsi şəklində ifadə olunur. Baxın, açar sözümüz budur. Adətən davranışla bağlı olur. Daha çox mənfi davranışlara məhdudiyyət qoymaqdan ötürü verilir. Müəyyən işlərin məcburi şəkildə yerinə yetirilməsi şəklində ifadə olunur. Qaydalar uşaqlarla birgə yaradılmalıdır. Yadınızda saxlayın, tərbiyəçi müəllim özü öz başına qayda yaratmamalıdır. Baxın, birinci addım budur. Tərbiyəçi qaydaları tətbiq edən zaman uşaqlarla birgə etməlidir ki, belə deyək, sıxıcı olmasın, o qaydalara riayət asan da olsun. Yəni, mən qaydanı qoydum, uşaqlar o qayda ilə də getməlidir, söhbət yoxdur. Biz bunları uşaqlarla bir yerdə etməliyik. Aydındır. Qayda tətbiq edilən zaman da digər qaçma əvəzinə yerimək lazımdır ifadəsindən işlədə bilərik. Qaydanın sayı çox olmamalıdır. Belə deyək, təsdiq cümlələrindən söhbət gedir də burada. İnkar yox, təsdiq cümlələrində. Yəni məq, mə bildiyiniz kimi inkar şəkilçiləri də bunlardan istifadə etmək olmaz. Açar sözdür, qeyd edə bilərsiniz. Qaydalar inkar yox, təsdiq cümlələrindən istifadə olunmalıdır. Qaydalar qaçma əvəzinə yerimək lazımdır kimi ifadə olmalıdır. Məsəl üçün, qrup otağında qaydamız budur. Qaçaraq deyil də, sadə asta şəkildə yerimək lazımdır. Bu bizim bir qaydamız olsun. Qaydanın sayı çox olmamalıdır. 3-5 qayda kifayət edir. Yəni 3-5-dən çox olsa hər yaş qrupuna aid edilir bu. Çox olsa sıxıcı olacaq. Yadınızda saxlayın. Qaydalar zamanı diqqətdə saxlanılan bir sıra məqamlarımız var ki, qayda tətbiq olunarkən qaydadan inkar şəkilçisi olmamalıdır. Bayaq da dediyim kimi, yəni mə, məq şəkilçilərindən söhbət gedir. İnkar şəkilçiləri olduğuna görə. Bunun olan bir qayda varsa, imtahan suallarında qarşınıza çıxırsa, deməli burada bir səhvlik var. Qaydalar təsdiq cümlələrində olmalıdır. Qayda təsdiq formasında olmalıdır. İnkar tipli cümlələr qaydaya aid deyil. Məsəl üçün, prosedur yazılan sadə, qısa, adətən üçüncü şəxsin cəmində olan nəqli cümlələrdən ibarət olursa, amma qaydada əmr cümləsi olmur, inkar olmur. Yadınızda saxlayın. Və qaydalar iki qrupa bölünür. Burada da var. Və qaydalar iki qrupa bölünür. Ümumi qaydalar və xüsusi qaydalar. Ümumi qaydalar var ki, başqalarına hörmətlə yanaşın deyəndə təbii ki, ümumi məsələdə tuturuq. Bunu amma kobud ifadələrdən istifadə etmək, görürsünüz, bir şəxsə aiddir. Xüsusi olaraq istifadə olunur da. Vaxtında qrupa gir, pis sözlər demə. Artıq burada xüsusi qaydalardan söhbət gedir və bunun elə deyək də, daxilində qaydalar türədə bilərik. Kobud ifadələr işlətmək yerinə, məsəl üçün, daha nəzakətli ifadələr işlədə bilərik bu formada. Uşaqlar qayda pozuntusuna yol verdikdə müəllim bunu onlara necə çatdıra bilər? Belə bir sual doğula bilər. Lövhədə istifadə edə bilər. Məsəl üçün, uşağın adını lövhəyə yaza bilər. Həmçinin uşağa rəngli biletlər təqdim edə bilər. Sarı, qırmızı və yaşıl kimi. Və ya modeldəki bu o deməkdir ki, uşaqların adları yazılan kağız modelləri olur ki, həmin uşağın adını ən üst hissəyə çıxarmaqla bunu onlara bildirə bilərik. Misal olaraq dedik. Necə? Bir daha çatdırmaq istəyirəm sizə. Məsəl üçün, rəngli kartlar var da. Necə ki, futbolu bilirsiniz də. Futbolda sarını verəndə elə bir ona bir dəfə söz deyirsiniz də ki, hə, artıq diqqətli ol.
Sənin sarı kağızın var. Amma qırmızı kağızı verəndə onu cəzalandırmış sayılırıq. Baxın, bu şəkildə edə bilərik. Qaydaları pozuntusunda bu rəngli kağızlardan istifadə edə bilərik. Qaydaların sayı dedik ki, əsasən 3-5 arası olmalıdır. Yadınızda saxlayın, 6 dənə qayda yoxdur, 7 dənə qayda yoxdur. Yalnız maksimum 5 dənə qayda olur. Ən optimal miqdar bu formadadır. Çoxlu qaydaları tətbiq etmək bir o qədər də məqsədə uyğun hesab olunmur. Aha. Sonra gəlir müəllimlər, bu dərsimizin içərisində bir anlayış var ki, müəllimin yanaşmaları anlayışı var. Nə deməkdir müəllimin yanaşmaları anlayışı? Ki, çox vaxt proaktiv yanaşma nədir, reaktiv yanaşma nədir, bunları bilmirsiniz. Görürəm, test suallarında da müəllimlərin çox vaxt çaşdığı məqamlardan biridir. Nə deməkdir proaktiv və reaktiv yanaşmalar? Proaktiv yanaşma odur ki, tərbiyəçi müəllimin müsbət tipli yanaşmasıdır. Yəni müəllim əvvəlcədən planlı olur, planlı proqramlı olur, effektli məşğələ keçir. Belə deyək də müəllimlər, bir növ nəticə yönümlülüyü əlində rəhbər tutan tərbiyəçi müəllim var ha. O proaktiv yanaşmaya məxsus olan müəllimdir. Bir də var ki, reaktiv yanaşma. Reaktiv də proaktivin tam tərsidir. Mənfi tipli bir yanaşmadır. Məşğələ zamanı hədə-qorxu ilə, qışqırıq, kobud ifadələrdən istifadə etməklə, plansız, proqramsız, xaotik bir ortamda nə edir? Məşğələ keçir. Hər zaman təkrar-təkrar üstünə düşür, təkrar-təkrar eyni məşğələləri keçir. Yəni heç bir planı, proqramı olmadığına görə yerində sadalayır. Baxın bu, sizə də tövsiyə edirəm ki, demirəm dörd dörtlük, mükəmməl bir tərbiyəçi müəllim ol, amma heç vaxt öz yerinizdə sadalamayın və bu gətirib nəyə çıxardır reaktiv yanaşmaya sahib olan müəllimdən? Peşə yanmasına, tərbiyəçi müəllimin peşə yanmasına. Monotonluq nə gətirir? Peşə yanmasına. İndi gələcək dərslərimizdə inşallah peşə yanması mövzusunda keçərik. Niyə görə peşə yanması önəmlidir? Çünki sertifikasiya imtahanında düşən məqamlardan biri də peşə yanması. Müəllimlərin tükənmişlik sindromu dediyimiz anlayış. Ona görə reaktiv yanaşmada gətirib çıxardır peşə yanmasını. Sonuncu olaraq mən danışmaq istəyirəm qrup daxili konfliktlərin həll edilməsinə. Yəni bir sözlə deyək ki, qrup daxili konflikt deyəndə problemdən söhbət gedir də, hər hansısa mübahisədən söhbət gedir. Ümumiyyətlə insanın olduğu hər bir yerdə yadınızda saxlayın müəllimlər. Rast gəlinən bir faktordur konflikt. Yəni insan harda varsa, orada gərginlik ola bilər. Daxili konflikt zamanı 4 məsələmiz var ki, diqqətdə saxlamalı olan məsələlərimizdir. Biri, problemin nə olduğunu birinci olaraq müəyyən etməliyik. İkinci, uşaqlara siz belə bir vəziyyətə düşsəydiniz, əziz uşaqlar, nə edərdiniz sualına cavab təşkil etməliyik. Yəni söhbət qrup daxili konfliktdən gedir də, uşaqlar arasında olan konfliktdən söhbət gedir, elə deyil? Aha. Və bu zaman uşaqlar arasında birinci problemin nə olduğunu soruşuruq, öyrənirik. İkinci, digər uşaqlara siz belə bir vəziyyətə düşsəydiniz nə edərdiniz sualını veririk və onlardan bunun cavabını alırıq. Üçüncü, mümkün beyin həmləsi ilə həll yolları irəli sürürük və bir və ya bir neçə situasiyanın rollu oyunlarla oynanılması təqdim olunur. Dördüncü və sonuncu, konflikti həll etmək üçün qrup iclası keçirə bilərik. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması və xüsusi müəllim strategiyaları təqdim olunması çox vacibdir. Yəni söhbət uşaqlardan gedir də, uşaqları doğru yola gətirmək o qədər də asan bir şey deyil. Uşaq var 10 dəqiqədən sonra konfliktdə olduğu yoldaşı ilə həll yolunu tapır. Amma uşaqda var ki, məkirdir. Sertifikasiyaya hazırlaşan müəllimlər məni təksib edəcək ki, həqiqətən də müəllimə düzgün uşaq var ki, çox çətindir onlar işləmək. Böyük insan kimi inadı tutdusa bitdi. Sinifdaxili iclasların da keçirilməsi də ortaya çıxan hər hansı problemin, konfliktin müzakirə edərək həll etmək baxımına gəlir. Amma diqqətdə yetirmək lazımdır ki, burada uşaqları utandıracaq sözlərdən yerinə istifadə etmək olmaz. Ortaq dəyərlərin yaradılması, məsuliyyətlilik barədə ortaq dəyərlər ola bilər, ortaq qərarlar var ki, bütün sinif üçün var. Bütün bunların hər biri, bütün sinif olan otaqlar olsun, qrup otaqları olsun, fərqi yoxdur. Daha çox bir sözündən istifadə olunur, bizlikdən söhbət gedir. Yəni qrup daxilində biz anlayışını yaratmaqdan söhbət gedir. Amma fərdlər üçün olanlarda isə mən anlayışı var ki, mən.
mən özüm üçün, öz hisslərim, öz hərəkətlərim, öz məsuliyyəti bu danışan tipli olurlar. Xüsusi müəllim strategiyaları da deyəndə, xüsusi müəllim strategiyası nə ola bilər? Oyunlar ola bilər, oyunlar tərkibli hansısa bir taktika ilə həyata keçirilməlidir ki, bu time-out götürmək və situasiyaya geri qayıtmaq tipli də ola bilər. Time-out nə deməkdir? Çox vaxt imtahanlarda yəni qarşınıza çıxa bilər. Time-out götürmək vaxt götürməkdir. Məsəl üçün, mən time-out götürürəm. Qrupda bir problem oldu. Uşaqlar savaşdı. 2 dənə oğlan uşağıdır və yaxud qız uşağıdır. Çox pis savaşdılar elə deyə. Mən bir uşağını götürürəm, çəkilirəm bir kənara. Dayə də bir uşağı götürüb, həmin uşağı götürüb çəkilir başqa bir otağa, yataq otağına keçir. Artıq biraz abu-havanı dağıtmaqdan ötürü biz başqa söhbətlər aparırıq, uşaqla danışırıq ki, hə, nə oldu, nə bitdi. Uşağın beynini başqa fəaliyyətlərə sövq edirik. Bu da bir müəllim strategiyasıdır. Məhz buna time-out deyilir. Uşaq həmin andan çıxır başqa bir ana gedir elə bil. Buna time-out götürmək deyilir. Time-out götürmək odur ki, təkrar edirəm, mübahisə görünsə ki, daha da çətinliyə doğru gedir, daha da davaya doğru gedir. Həmin ərazidən uzaqlaşmaq, emosiyalara sahib olmağımız mənasına gəlib çıxır. Situasiyaya geri qayıtmaq isə geri qayıdıb qarşı tərəfə onun haqqında müsbət bir şey söyləməkdən keçir. Artıq mən də uşağla danışmışam, dayə də həmin o uşaqla danışıb da elədiyi. Mən ona öyüd nəsihət vermişəm, o da ona öyüd nəsihət verib. O da deyib ki, yoldaşımızla savaşmaq olmaz. Mən də demişəm ki, adam elə hərəkət etmək olmaz. Ona öyüd nəsihət vermişəm də. Artıq onlar bir yerə gələndə öz səhvlərini başa düşəcəklər. Artıq onlar bir məqama çatanda o problemi artıq unutmuş olacaqlar. Çünki onlar uşaqdılar. Onlar bu qədər də hər bir şeyin ciddinə getməyi, dəqiqliyinə getməyi öyrəşməyiblər. Belə müəllimlər, məşğələmizin idarə edilməsi mexanizmi deyəndə 3 dənə belə deyək, qoldan biz bəhs etdik, gözləntidən, prosedurdan, qaydadan dedik. Gözlənti dedik ki, əmr formasında olur, əmr formasında işlənir. Prosedur indiki zamanda olur. Prosedur mütləq formada bir ardıcıllıq olmalıdır. Bayaq qayıdaram təkrar gözləntiyə. Gözlənti parçalara bölünür. Cümlənin içərisində parçalara bölünürsə bu gözləntidir. Əmr formasında işlənir, amma prosedur bir ardıcıllıq olur, indiki zamanda olur. Qayda isə təsdiq cümlələrdən istifadə olunmalıdır. Uşağın mənfi hərəkətinə köklənmiş formada olmalıdır. Təsdiq cümlədən istifadə etmək lazımdır. İnkar, mamə, maqmək şəkilçiləri olmamalıdır və qaydaların sayı 3-5-dən artıq olmamalıdır. 3-5 arası olmalıdır daha doğrusu, belə deyək. Konfliktlərdən də bəhs etdik. Time-out götürmək nədir, ondan da danışdıq. İndi hal-hazırda testimiz var. Testimizi işləyəcəyik. Amma buradadır da, elədir. Başlayaq testlərimizə. Bəli, müəllimə. İndi Telegramı açıram. Telegram kanalında da atacağam bu testi. Kim işləmək istəyirsə özü. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə. Müəllimə, çox sağ olun, gözəl izah verdiniz. Bu mövzuya aid testlər edirik, yoxsa Bu mövzuya aid 10 dənə mən test tərtib Hə. edirik. Onu işləyəcəyik. Görək necə öyrəndiniz. Allah köməyiniz Hamımız olsun müəllimə. səsimizi Mən o açırıq. testi baxsaydım, sualları sizə deyəcəydim ki, müəllimə, ona aid nümunə verin. Görüm o dərsi başa düşə bildim, anlaya Tamam. bildim. Əla, çox yaxşı. Pərvin müəlliməmiz var burada, bir Pərvin Xasiyevə müəlliməmiz. Çox gözəl, indi baxıram yazıb mesajlar bölməsini. Çox gözəl, hər biri düzgün anlayışlı. Reaktiv müəllim necə adlanır dediniz? Reaktiv müəllim Səfura müəllimə proaktivin tam tərsidir da. Daim monoton şəkildə dərs keçir. Hər zaman xaotik səs-küy olur. Köpüt ifadələrdən istifadə edir, qışqırır, bağırır. Bu reaktiv müəllimdir. Time vaxt tərcümə deməkdir. Düzdür müəllim. İndi baxmamışam ora. Amma baxacam. Narahat olmayın. İndi bizim quizimiz var. Quizimizi işləməliyik. Görürsüz müəllimlər. Ekranımızı. Hazırıq. Ya Allah, başlayaq. Hamı səsini açsın. Nə deyirik? Müəllimin əllərinizi digər uşaqlardan uzaq tutun ifadəsi hansı anlayışa aiddir? Siz deyəcəksiniz, mən də basacağam. Aha. Nəyə aiddir müəllimlər? Müəllimin əllərinizi digər uşaqlardan uzaq tutun ifadəsi hansı anlayışa aiddir? Axşamınız xeyir müəllimə. Qayda. Qaydadır. Qaygün müəllimə qayda dedi. Başqa deyən var? Biraz tez deyək müəllimlər. 30 saniyə qalıb. Mən də Gözlənti, qayda gözlənti. bildim, müəllimə.
İki qayda, bir gözlənti. Başqa? Təhlükəsizlik Müəllimə, mən də gözlənti deyirəm. Gözləntidir məncə. 4, 5. Müəllimə, Gözləntiyə basın. konflikt ola bilər də, uşaq uşaqla dalaşır burada. Deyir əlini uzat. Gözlənti ola bilər. Baxın. Gözlənti. Bəli, gözləntidir. Niyə görə gözləntidir? Onu deyim. Çünki nə edir? Əllərinizi digər uşaqlardan uzaq tutur. Bir gözlənti. Bunu təhlükəsizliyə də edə bilərik və yaxud məsuliyyətə də aid edə bilərik. Fərqi yoxdur. Nəyə görə? Çünki sənin gözlədiyin bir gözləntidir də bu. Öz sağlamlığın üçün də ola bilər və yaxud digər səbəblərdən ola bilər. İndi vaxt gedir deyə davam etmək. Sinifdə konflikt baş verdikdə müəllim hansı ilk addım atmalıdır? Konflikt yaşayanlar olmadan müşahidə etməlidir. Problemin nə olduğunu müəyyən etməlidir. Problemin nə olduğunu müəyyən etməlidir müəllimə. İkinci. Birinci addım odur. İkinci isə uşaqlara sual verir. Aydındır. Sonra hansı vəziyyət proaktiv yanaşmaya uyğun davranış nümunəsidir? Müəllim uşağa qışqıraraq sus deyir, müəllim uşağı sinifdən çıxarır, müəllim sinifə xəbərdarlıq etmədən cəza verir, müəllim məşqlərdən Müəllim məşğələyə əvvəl gözləntiləri və qaydalarını xatırladır. Düzdür, aferin sizə, çox gözəl. Tərbiyəçi hörmətlə yanaşın gözləntisini izah edir. Aşağıdakı hansı gözləntinin hissəsidir? Əlinizi qaldırmadan danışmayın, pis sözlərdən istifadə etməyin, diqqətlə dinləyin, sakit işləyin, vaxtında tapşırıq yerinə yetirin. Hansıydı müəllimlər? Yadınıza salaq. Əlinizi qaldırmadan danışmayın. Hörmətlə yanaşın gözləntisi bu. A variantı. Hamı A deyir. Bəli, müəllimə. Mən Bəli. Yox. Vaxtında tapşırıq yerinə yetirmək lazımdır. Ev yoxdur, yaxşı. Bir dənə göz mıncığımız olsun. Hansı ifadə mənfi gözləntiyə aiddir? Yəni, reaktiv gözləntiyə aiddir. Səndən bir şey çıxmaz, üzr istəyirəm, mənfi Elə odur müəllimə, səndən bir şey çıxmaz. Biri A bəndi. Yaxşı, düzdür. Çünki mənfidir də bir göründür ki, mənfi bir situasiya ötürür. Aşağıdakilərdən hansı prosedur deyil, bir gözləntidir. Müəllim danışanda ona baxın, əli qaldırmadan danışmayın, gec gələndə səssizcə yerinə keç, otağa daxil olarkən ayağa Gec yanına səssizcə yerinə keç. Dəqiq müəllimlər, 38 saniyəmiz var. Dəqiq fikirləşib bir cavab verin. Sakit işləyib başqalarını axırıncı müəllimə. Şikayət müəllimi ilə. Başqalarının rahatlığına imkan yaratma. Hə, düzdür. Çox gözəl, Əhsən müəllimə, çox gözəl. Müəllim aşağıdakı cümlələrdən hansını qayda olaraq istifadə edə bilməz? Müəllimə qulaq as, otaqda sakit olun, başqalarının sözünü kəsmə, hər kəsə hörmətlə yanaş, pis səs. Hə? Başqalarının sözünü kəsmə. Başqalarının sözünü kəsmə. Pis söz demə. Pis söz demə. Əslində müəllimə düzdür, çünki burada biri səhvdir. Bir dənə bəndimin səhv olub. Mən şəkil səslənib ikisində də. İkisini də səhv götürə bilərik. Düzgün dediniz. Bunu düzgün götürə bilərik. Aşağıdakılardan hansı sinifdə konfliktin həll edilməsi zamanı istifadə olunan metod deyil? Rollu oyunu ilə canlandırma, sinif iclası keçirmə, mümkün həll yollarını beyin həmləsi ilə araşdırma, ortaq dəyərlərin yaradılması, uşaqlar utandırıcı şəkildə mübahisə etmək. Necə? Mənim axırıncı var, uşaqları utandırıcı şəkildə mübahisə etmək. Ən axırıncı. Düzdür, müəllimlər. Düzdür. Mübahisə etmək düzgün deyil. Tam tərsi idi. Uşaqları utandırmadan nəyisə müzakirə edə bilərik. Tərbiyəçi sinifdə məsuliyyətli olun gözləntisini tətbiq edir. Aşağıdakılardan hansı bu gözləntinin parçalanmış formasına aiddir? Məsuliyyətli olundan söhbət gedir. Otaqda qaçmayın, dostlarınızla dalaşmayın, vaxtında gəlin və tapşırıqları yerinə yetirin. Müəllim danışanda baxın, dərsi vaxtında qoyacaqlar. Vaxtında gəlin və tapşırıqları yerinə yetirin. Çox gözəl. Niyə? Otaqda qaçmayın, bu səhv müəllimlər. Üzr istəyirəm, bu səhv fikir. Xeyr, vaxtında gəlin və tapşırıqları yerinə yetirin. Qaçmayın müəllim. Düzdür bu.
Sadəcə elə ola bilər ki, quiz arada yeni düzəlmiş bir quizdir. Səhv götürə bilir. Bu ola bilər. Narahat Müəllimə, olmayın. bəlkə biz Yox, sualı yox, düzgün səhv deyil. oxumadıq. Düzdür budur müəllimə. Sonra sinifdə Sonra ilk gələndə uşaq gələn qapını uşaq çırparaq içəri daxil olur və digər uşaqların diqqətini yayındırır. Tərbiyəçi hansı yanaşmanı tətbiq etməlidir? gözlənti barədə izah verir və sakitcə yerini göstərir. Ha, necə dediniz? Gözlənti barədə izah verir, sakitcə yerini göstərir. Baxaq, buna basaq. Hamı razıdır? Bəli. Aha, çox gözəl. Yeni gələn Düzdür. 3 dənə səhvimiz oldu. Əslində biz bunu 9 dənə düzümüz oldu deyə götürə bilərik. Hə, müəllimə, orada ikisi elə bir ki, İkisi bir texniki düzgün səhvlər variantdır. idi. Biri də ki, quiz sözünü səhv hesab Göz olunur. Arada muncuğudur mənim da gözlərim müəllimə bir var. dənə. Düzdür. Biri göz muncuğu da hesab olunur. Elə. Çox sağ olun müəllimə, Dördünü. təşəkkür edirəm. Siz sağ olun. Çox sağ olun. Çox gözəl izah İnşallah elədiniz. ki, gələn dərslərimizdə də yenə quizlər təşkil edəcəyik. Quizlər təşkil etmiş formada işləyəcəyik. Kimin dərslə bağlı bir dənə sualı varsa, ünvanlasa mən də seve-seve cavablandırım əzizlərim. Buyurun. Düzdür, Gülxar müəllimə. Ola bilər ki, bir çox müəlliməmiz açılır, səsini açır. O zaman nə olur? Mənim səsim onda gedir, onun səsi bir-birində gedir və bu zaman səslər bir-birinə qarışır. Xaotik səs-küy yaranır. Bəli, xaotik səs-küy yaranır, düzdür. Varmı prosedur, gözlənti qaydaya bağlı? Biz bir cavab versəydik olmazdı ki, elə olanda yəni bilərdik da kim nə bildi, kim nə bilmədi. Belə mən testləri başa düşmədim. Telegramda qalır bu testlər. Bəli, Telegramda atacağam mən ödənişli, üzr istəyirəm, ödənişsiz qrupa. Siz baxarsınız, işləyərsiniz təkrar olaraq. Müəllimə sizə bir sual Orada verim. Buyurun, Güləndam müəllimə. Səhv etmirəmsə Güləndam müəllimədir. Bax, bəli müəllimə, bəli. Axşamınız xeyir olsun yenə. Sizə bir sual verim. Bax, məşğələdə müsbət cümlələrdən istifadə edilir. Bəs mənfi cümlədən istifadə edəndə uşağın xətrinə dəyərək uşaq küsür gedir. Aha. Bəli. Bax, ona açıqlama gətirərdiniz. Başa düşmədim. Mən uşağı mənfi Məsələn, niyə məşğələ mənfi vaxtı sözlərdən uşağın istifadə etməliyəm ki? yox, məşğələ vaxtı uşağın birini həvəsləndiririk. Afərin sənə, çox gözəl çıxış elədin. Əla. Birinə də deyirik ki, birinə də deyirik ki, səndən heç nə olmaz, heç nə bacarmadın. Ola bilməz də, yəni sən onu deyə bilməzsən axı Belə müəllimə. söz deyilməz. Əlbəttə ki, uşağa əsla bu formada söz deyə bilməz ki, səndən heç nə olmaz. O bir travmadır. Uşaq beynində travma yarar ki, səndən heç nə olmaz. Pərt olar, Söz uşaq deyilməz psixoloji uşağa, heç bir şeydən. Ümumiyyətlə sualınız düzgün deyil. Yəni mən birinə yaxşı deyim, birinə pis deyim. Çalışmaq lazımdır ki, yaxşını yaxşı deyən zamanda pisin xətrinə dəyməz. Pisi heç bir formada pis demək olmaz. Laf dünyanın ən pis uşağı olsa belə, biz ona pis deyə bilmərik. Amma yaxşını daha gözəl şəkildə edə bilərik ki, Tamam uşaqlar ki, siz də müəllimə. gətirib o formada ola bilərsiniz. Siz də çalışsınız, məsəl üçün əli kimi ola bilərsiniz. Belə. Kim idi? Tamam ki, müəllimə. Salam müəllimə, çox sağ olun. Həm də uşaqları müqayisə eləmək olmaz ki, sən yaxşısan Ay, sağ o biri ol. pisdir. Müqayisə də ola bilməz uşaqda. Düzdür Nazilə müəllimə. Nazilə müəllimə çox gözəl vurğulayır ki, uşaqlar arasında müqayisə də etmək olmaz. İndiki qayda qanunla müqayisə anlayışı da yoxdur. Düz ki, müsbət bir rəqabət var. Müsbət rəqabət çox yaxşı bir şey. Uşağı bir növ belə deyək, qamçılıq Müəllimə, tavsiyə bir verir. sözüm var idi da. Buyurun. Vaxtınız olsa zəhmətdir. Necəsiz müəllimə? Çox sağ olun əzizim, siz Səhnaz yaxşı olasınız. müəllimə sizi narahat edən. Buyurun müəllimə. Müəllimə, mən elə bil ki, məndə 2 kitab vardı. Nurani Ziyadovanın kitabıdır. Ondan hazırlaşıram. Yəni o yaxşıdır. Ondan yəni düşə bilər yəni o kitabına. Ya başqa əlavə kitablar alın. Müəllimə, belə deyim də, nə Nuranə müəllimə imtahan suallarını tərtib edir, nə də Fidan Dünyamazadə tərtib edir. Bunu heç kim tərtib etmir. Yəni hal-hazırda olan təlimçilərdən heç kim etmir. Sualları tərtib edən insanların da təlimçi olmaq hüquqları yoxdur. Bu qanunlara ziddir. Sizə tövsiyəm nə edə bilərsiniz? Bəli. Düzdür, PDF-lər oxumaq hər birinizə tövsiyə edirəm. İstəyir mənim PDF-lərim olsun ki, ödənişli şəkildə PDF-lərim də var. İstəyirsə hər hansısa bir təlimçinin tərtib etdiyi PDF-lər olsun. Bəli. Bu o demək deyil ki, mən bu kitabı aldım, mən bu kitabı öz başıma oxudum, mən gedib yaxşı nəticə eləyəcəm. Elə bu kitabda nə düşübsə imtahanda da o düşəcək. Belə bir şey yoxdur. Arti elə bir qurumdur ki, belə başa salım da sizə. İldən ilə yeniliklər çıxardırlar. İldən ilə müəllimlərin məntiqini yoxlamaqdan ötürü, müəllimlərin belə deyək,
öz üzərində işləyiblərmi, yeni nəsə öyrəniblərmi? Bunu yoxlamaqdan ötürü nələrsə ediblər. Bəli, situativ tipli çox vaxt testlər. Çünki sizin psixologiyanızı yoxlamaqdan ötürü. Siz bu məqamda olsaydınız nə edərsiniz? Bu tipli suallar düşür. Ona görə də əziz Zəhra müəllimə, adınız Zəhra oldu da elədir? Yox, adım Şahnaz müəllimədir. Sizlə danışıram WhatsApp-da. Hə, Şahnaz müəllimə, lap yaxşı. Əla. Onu demək istəyirəm ki, sizə də tövsiyəm ondan ibarətdir ki, mən bir dənə kitabı aldım, mən bunu oxusam, gedib nə qədər bal toplayım. Belə bir şey ola bilməz. Çalışmaq lazımdır. Olaraq kimlənsə, tək demirəm, gedin hansısa bir təlimçinə hazırlaşın. Amma bunun faydasını görə biləcəksiniz. Kitabla maksimum, belə deyim də, 30 bal, 35 bal, o da başa düşə bilsəz əgər bir müddətə qədər insanlar yaşlı olduqca beyinləri dolu olur. İndi siz mənə də sözümlə razılığa gələrsiniz ki, 30 yaşında bir müəllimlə 55 yaşında olan bir müəllimin götürmək qabiliyyəti eyni ola bilməz. Çünki bu insan yaş gəldikcə istərəm. Oxuyuram, çox şey görürəm, yadımda qalmır. Bəli, öz sözünü deyir, yaş öz sözünü deyir. Onda nə etmək lazımdır? Açar sözlərlə, mən yenə də deyirəm, mənim qruplarımda çox yaşlı müəllimlər olur. Demək olar ki, mən çox vaxt yaşlı müəllimlərlə işləyirəm. Niyə? Çünki onlara açar sözlər verən zaman onlar onu başa düşürlər. Salam, axşamınız xeyir, Fidan müəllimə. Xeyir olsun əzizim, buyurun. Yaşlı müəllimlərin də biri mən. Mənlə də işləyim müəllimə. Can, qadasın ol. Narahat olmayın, inşallah. Xeyirli olar. Sizi üçün də müəllimə, mən İstəyirəm ki, mən testlə, sizə qoşulan testlə hazırlaşam. Ancaq test işləmək istəyirəm. Mənim ödənişli qruplarımda ayın sonunda, hər ayın sonunda keçirilən mövzuların sınağı olur. Bu sınaq üzərindən biz işləyirik. Ay sonunda hansı mövzular keçir? Məsəl üçün bir ayda nəyi keçirir? Biz keçirik inkişaf sahələrindən tut, məşğələnin mərhələləri, psixoprosesləri və s. və s. Bunlar testinizi, sınaq testinizi biz elədik. Çox qəşəng situasiyalı testlər hazırlayırsınız. Bəli, çox sağ olun əzizim. Xoş sözləriniz üçün təşəkkürlər. Amma yenə də deyirəm, tək sizə demirəm, hər birinizə aiddir. Çalışın ki, ünsiyyət qura biləcəyiniz, fikrinizi çatdıra biləcəyiniz insanlarla işləyə biləsiniz. Yəni, sırf kitaba bel bağlayıb oturmayın. Hər birinizə aid. İstəyir mənim PDF-lərimi alan insanlar üçün də deyirəm. Yəni, başqa üçün demirəm. Mənim Nuranə müəllimiyə, Şəhanə müəllimiyə və digər müəllimlərə çox böyük hörmətim var həqiqətdə. Salam Fidan müəllimə, həqiqətən düz deyirsiniz. Bu Nuranə müəllimənin kitabı ki var, bizdə hamımızda var da, demək olar ki, tərbiyəçilərin çoxsunda var. Amma müəllimə oxuyursan, orada sizin ki, açar sözləriniz var. Biz o qədər onu anlamırıq, başa düşmürük. Ən yaxşısını siz bizə başa salırsınız. Fatma müəllimə olan Rafiq Atiyev adında olan müəllimə, mənim öz qrupumda olan müəlliməmdir. Yəni, mənim özümün hal-hazırda ödənişli qruplarında olan müəlliməmdir. Onun da bir, belə deyək, xeyli yaşı var. Yenə də onunla həmin qaydada açar sözlərlə işləyirik biz. Şükür Allah ki, elə bir narazıçılığımız olmur. Belədir Fatma müəllimə? Bəli, elədir. Allah köməyiniz salırsınız. Fidan müəllimə, elə bir ki, belə izahlı yox, mən test üstündə hər mövzunu, test üstündə belə işləmək istəyərdim ki, ancaq testin üstündə bilmədiyim yerlərdə izah verəsiz belə. Siz deyirsiniz ki, mən yalnız test formasında. Ancaq test, yalnız test. Yəni, bu formada hazırlaşdıran mən hələ təlimçi eşitməmişəm. Yalnız biz təlimçilər olaraq deyirəm də, ya PDF formasında biz köməkli göstərilir, ya Biz necə o dərs üzrə hazırlaşmışıq da, yəni o dərsləri oxumuşuq, keçmişik. Prosta indi test üzrə istəyirəm mən. Bir dəfə də test üzrə hazırlaşmaq. Mən yalan deyərəm, mən test üzərində müəllimləri hazırlaşdırmıram. Mən ancaq, belə deyək, yazılı formada hazırlaşdırıram. Yəni, yazılı formada deyəndə ki, ümumi olaraq şifahiyə də danışırıq, PDF üzərindən də danışırıq. Yenə də sınağımız olur, sınağı da işləyirik, sınaq üzərindən də danışırıq. Amma ayda bir dəfə sınaq üzərindən danışmağımız olur. Yəni, hər dərs sınaq üzərində danışmaq imkanımız yoxdur. Bu qədər. Müəllimə, sizin sınaqlarınız olur, yəni testləriniz. Yenə olacaq. Narahat olmayın, yenə təkrar olaraq atacağım mən. Müəllimə, Telegram üzrə yalnız ödənişli müəllimlər üçün Telegram, yoxsa belə bizdə qoşulub işləyə bilərik? Özümüzün kanalımız var, qrupda nə qədər müəllimə Telegramdan hal-hazırda qoşulub. Zəhmət olmasa onu atarsınız, qrupa biz də oradan girə bilərik.
şəxsən Zəhmət mən. olmasa kifayət məndən. Mən bura nömrəmi Bəli. qeyd etmişəm. Mənə yazın, Bəli, mən götürdüm sizə nömrənizi. WhatsApp-dan. Yaxşı Mən sizə müəllimə, çox sağ olun. Telegram qrupumuzun nömrəsini atım. Üzr istəyirəm, linkini atım. Səsi Ex bəlkə verir, sədat müəllimə Hə, səsin çox sağ ol hə, müəllim. kifayət Ya. ex verir. Fidan Deməli, müəllimə, belə sizdən müəllimə. bizə xahişim var. Buyurun. Bağışlayın sözü kəsdiyinizə görə. O bayaq bizə yine dərs keçdinizə. Onu atarsınız ki, yəni mən ona təzədən bir dəfə qulaq asım, qeydlər Atacam. edim. Atacam müəllimlər, narahat olmayın. Çox sağ olun müəllimə. Allah Yenə də razı deyirəm, olsun. Çox sağ ödənişli olun. Fidan qruplarımız var. müəllimə, qurban Açarsınız sizə. Mən bəzən. gec qoşuldum, bilmədim nə izah eləmisiniz. Atarsınız da qrupa Atacam. izahı, zəhmət YouTube olmasın. kanalımıza yükləyəcəm. YouTube kanalımızdan izləyə bilərsiniz. Hər birinizin xoş Hə, sözlərini linki gözləyirəm atarsınız, YouTube onda kanalımda. bizə bilək. Bəli, atarım. Linki atarsınız, qurban Narahat sizə. Çox olmayın. sağ olun müəllimə. Bir də Çox sağ olun. Telegramın da Əziz linkin, müəllimlər, Telegramın 2 da ildir linkini atarsınız da atacam, qrupa narahat olmayın. Fidan müəllimə. Narahat olmayın. Sadəcə mənə yazın WhatsApp-dan, yenə də deyirəm. WhatsApp-dan atın, öz qrupa da atacam. Ödənişsiz qrupa da atacam. WhatsApp-da da kim yazacaqsa ona da atacam. Təkrar edirəm. İllərdir ki, əziyyət çəkib işləyirsiniz, elə deyil. Vaxtınız gedib, ömrünüz gedib, saçınızdakı olan ağlar, Ay, belə demə qara müəllimə, dənlər demə. gedib. Ondan ötürü. Nədən ötürü? İşdən ötürü, ailənizi dolandırmaqdan ötürü, belə deyək, problemlərinizi həll etməkdən ötürü ömrünüzün yarısını işdə qoymusunuz və bu işi təhlükəyə ata biləcək bir imtahan var qarşınızda. İstəyir ödənişli olsun, istəyir ödənişsiz olsun. Mən bütün müəllimlərə deyirəm, hər birinizə deyirəm. Çalışın, hazırlaşasınız ki, əlinizdən bu işiniz alınmasın. Aydındır? Bunu demək istəyirəm sizə. Əlinizi daşının altına bir müddət qoyun, bu imtahan çıxsın, getsin, rahatçılığa ərin, ondan sonra bütün məişət problemlərinizə təkrar olaraq qayıdarsınız da. Əsas olaraq bu imtahandan keçək. Ona qədər Düz də, deyirsiniz, imtahana qədər Fidan də müəllimə. Əlbəttə ki, siz düz deyirsiniz. Budur neçə vaxtda, gör neçə yaşımız var, 53 yaşım var mənim. bilirsin. Gör neçə ildir, 30 ildir o məktəbi qurtarmışam. Mən qurtardığım vaxtı deyirəm, hələ işlədiyim demirəm. Yəni qurtardığım neçə ildir bu yaşa gəl, sən diplomuna xitam versinlər. Hamı məsuliyyət daşıyır, hamı istəyir ki, öyrənsin. Amma beynimizdə o qədər doludur ki, yüklənibdi beynimiz. Ailə də, ailənin problemi, uşağın, böyüyün, kiçiyin. Yəni o qədər şeylər var ki, başımızda yerləşmir. Had qulaq asırsan, girmir, dayanmır, yaddan çıxır, yaddaş yoxdur elə bil ki. Çox düz deyirsiniz müəllimə, çox düz deyirsiniz. Hə, Həqiqətən də vallahi. beynimiz Biz də yorulub. istəyirik, O biz də qədər can yorulub. atırıq, biz də istəyirik öyrənək. Bir dəfə Yaxşı. qoşuluruq, iki dəfə ağam bezir ki, bu nədir? Düzdür Vallahi. müəllimə. Bunu da nəyə görə edirlər? Yaddaş Qıraqda, qalmır, kənarda yaddaş qalan nə qalmır. qədər müəllimlər var, onları yerləşdirməkdən ötürü edirlər ki, hə, müəllimlər nə qədər də olsa üstünə nəyisə əlavə Müəllimləri etsin. sertifikasiya lap eləsinlər, təkmilləşdirsinlər. Amma ki, xitam vermək nə deməkdir? Bu dözülməz bir şeydir, Bəli. yəni. Mən də ki, Xitam özüm vermək bu gənc bir yaşda. kadr olsam belə, özüm çox gənc olsam belə, mənim üçün Hə. çox belə deyək, götürülməz bir şeydir ki, yəni nə Hə. qədər də yaşlı müəllimlər var, neçə ilini, ömrünü həsr etmiş, işinə həsr etmiş insanlar var. Düzdür, Bu tamamilə insanların doğrudur. öz işinə xitam verilmək mənə belə dözülməz gəlir. Nəinki siz. Mən də siz üçün çalışıram, siz üçün testlər edirəm, dərsləri keçirəm ki, siz də nəyisə edə biləsiniz. Hər bir şey sizin belə deyək, sizin yaxşılığınızdan Allah ötürü. razı olsun sizdən, müəllimə. Allah Öz sizdən iş kömək olsun o yoldaşlarınıza da zaman. qrupa qoşa bilərsiniz, qruplarımıza dəvət edə bilərsiniz. Linkləri atacağam. Bəli, ikinci şəxs verəcəklər sizə, bir il vaxt verəcəklər ki, hə, təzədən hazırlaş, gəl yenidən imtahan ver. Amma yenə də deyim, ödənişli qruplarımız var. Mart qrupumuz, belə deyək, Mart bayramı ilə əlaqədar olaraq endirimli qruplarımız var. Kim ki qoşulmaq istəyirsə, martın 1-dən inşallah yeni qruplarımız yaradılacaq. Mənimlə əlaqə saxlaya bilər, nömrəmi götürmüsünüz. Əlaqə saxlayaraq qruplarımıza əlavə edə bilərəm sizi. Belə deyək, kollektiv formada da gələn müəllimlərimizə ki, aramızda var bu, belə deyək, bundan istifadə edən müəllimlərimiz. Kim ki kollektiv gəlib ödənişlərində yenə də endirimlər olur. O qədər. Bəli, Çox bağça sağ olun, müəllimi. müəllimə. Əlbəttə ki, bağça İmtahan müəlliməsi nə vaxtı olar? ixtisasımız bağçadır. Təxmini imtahan nə vaxtı olar? Təxmini imtahan mən özüm elə təsəvvür edirəm. Dəqiq heç bir məlumatım yoxdur bu barədə. Belə deyək, ilk 6 ay deyəndə iyul ayını nəzərdə tuturlardı. İyul ayına qədər etməkləri planlaşdırılır. Amma ola bilər ki, iyul aylarında da olsun. Necə? Bəs müdürlər? Müdürlər də ki, ilin axırına qədər olacaq, elə deyirlər.
Nazilə Nə müəllim, siz qədər bir də gec olsa müəllimə bizim xeyrimizədir də. Allah əlbəttə ki, eləsin nə gec qədər də olsun gec elə. olsa, bir o qədər də Yəni bizim bunu xeyrimizədir. tələsib güya tez olmanın nə mənası var? Nə qədər gec olsa bizə təkrarlayacağıq. Bilmədiyimizi baxma yadımıza düşəcək. Nə qədər gec olsa, o qədər bizə xeyri var. Nəsə Hə, öyrənir. Öyrənərsiniz də, nəyisə ancaq. öyrənirsiniz, əlavə edirsiniz. Əlbəttə ki, əlbəttə ki. Bir qədər O sözsüz. müəllimlər. Allah Mən razı olsun. testdən elə qorxmuram müəllimə. Ancaq müsabiqədən ən çox qorxuram ki, dilim həyəcandan topuq vuracaq. Bildiyimi də unuduram həyəcandan mən. Müəllimə, mən də sizlə bu sözünüzlə razılaşıram. Mən də elə o cür fikirləşirəm. Allah hər birinizə zehni açıqlığı versin. Amin. Yolunuzdakı Bir sözü soruşuram, əgər mümkünsə. Bu Artinin sualları da varmı? Onu harda tapıb oxumaq olar? Artinin suallarını məktəbə Artinin qədərən. sualları deyəndə çərçivə sənədi var. Çərçivə sənədi də sertifikasiya ilə bağlı hələ çıxmayıb ki, inanıram ki, çox vaxt çox gec çıxacaq. Ona görə diaqnostika imtahanının çərçivə sənədi ilə işləyə bilərsiniz. Bəli, onunla işləyirəm, amma deyirəm Artinin birdən olur, sualları olur müəllimə. O suallarla işləmək istəyirəm. Yəni Artinin sualları deyəndə biri var imtahanda verilən suallar. Mən keçən il MİQ imtahanına girib oradan sualları, imtahanda düşən sualları, testləri Heç çıxartmışam. Artinin sualı var ki, ay müəllimə, o Artinin deyirlər sualı də, olmaz da, Artinin çərçivə sualı sənədi var. harda var, kim onu çıxardar et sualı. Onu Heç kim deyirlər, çıxartmır. inanmayın elə şeylərə. Artinin ay suallarıdır, Artinin testləridir, İmtahana da onun şeyinə. noyabr ayına Elə bir qədər şey güman ki yoxdur. olsun Nurlanə müəllimə. Göyçay müəllimə, olar bir söz soruşum. Artin sualları nədir müəllimə? Olar mənə başa salasınız? Başa düşmədim Artinin Artin. sualları deyəndə mən Nazilə müəlliməni, Nazilə Süleymanova olan müəlliməmizi çox başa düşə bilmədim. Artinin sualları dediyi şey güman ki çərçivə sənədi ki, elə nəzərdə tuturuq da. Çərçivə sənədində də bir növ olaraq suallardır. İmtahanda düşə biləcək suallar yazılır, qeyd olunur onlar. Fidan müəllimə, olaraq verilmir. o müəllimədə bir haqq var ki, bəzi təlimçilər var. Deyir Artinin suallarından, düşən testlərindəndir. Oradan əldə edib, yəni yazırıq. Ona görə də deyir bəs Bəlkə də yəqin var da. fikir qarşı- Belə bir şey yoxdur. Bəli, belə bir şey Test yoxdur. verməyib. Arti heç kəsə test verməyib, nə də çıxartmayıb. Onu orada çıxardacaq, kompüterdə orada görəcəksiniz. Onu bilin. Birinci qayda eşidirəm.